Salam əziz izləyicilər, mən Kənan Cəfərli, FES Akademi Coğrafiya üzrə təlimçisiyəm. Bildiyimiz kimi 2025-ci il 25 may blok imtahanı olmuşdur. 2-ci və 3-cü qrup imtahanının blok imtahanı olmuşdur. Həmin gələn sualların izahına diqqət yetirmiş olaq. Görək hansı suallarımız düşmüş olacaq. Deməli, birinci sualımıza diqqət edirəm. Qeyd olunub ki, dünya okeanında əsasən çay və kanal vasitəsilə çıxışı mövcud olan gölləri istəyir bizdən. Həmin göllərə diqqət eləsək, A variantında Erie, Aral, Victoria, Tanganyika göldür. Aral gölü yanlış fikir olmuş olacaq. B, ona görə A yanlışdır. B gölündən Eir gölü, Onega, Xəzər, Cenevra, Eir gölü yanlış olmuş olacaq. B variantından yenə də Xəzər, Ontario, Onega və Ladoga gölləri bəli doğru fikir olmuş olacaq. Bunların dünya okeanına çıxışı mövcuddur. B doğru olmuş olacaq. Növbəti sualımıza diqqət edirəm. 62-ci sualda qeyd olunub ki, daimi qar xətti sxemlərə əsasən doğru fikirləri müəyyən eləyin. Baxıram ki, K-da şimal hissəsi 5500 metrdən keçir qar xətti, cənub yamacı isə daha aşağıdan keçmiş olacaq. Deməli, şimal yamacına daha günəş şüalarının düşmə ucağı daha böyükdür. C-də isə El dağında isə şimal yamacında daha aşağıdan keçir qar xətti. Deməli, şimal yamacına günəş şüaları düşür, amma cənub yamacında aşağıdan keçmiş olacaq. Deyir, K-dağı şimal subtropik iqlim qurşağında yerləşir. Yanlış fikirdir. Subtropik iqlim qurşağında 5500-dən keçmir. Yanlışdır. Bu 5500-dən ekvatorialda keçmiş olacaq. El dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Bəli, daha kiçik uzunluğa malik olacaq. Çünki qütbə yaxın ərazi olduğundan burada qar xətti daha aşağıdan keçmiş olur. B variantı doğru fikir olacaq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən eləyək. Təbii zonalardır. Afrikada yayılmışdır. Baxın, qeyd etmişdim o gün ki, dünən çəkdiyim videodakı təbii zonalar mütləq şəkildə baxın düşəcək, düşdü də. Afrikada yayılmışdır. Afrikada bilirsiniz, savana, seyrək meşələr və col yarpaqlı həmişəyaşıl meşə və kolluqlar yayılıb, meşə çöllər yoxdur. Parana çayı hövzəsində yayılmışdır. Təbii ki, meşə çöllər və col yarpaqlı həmişəyaşıl meşə və kolluqlar Parana hövzəsində. Daha doğrusu dəqiqə. Daha sonra deməli burada 1-ə A götürdük biz. Düzdürmü? B-ni isə götürmüş olacaq hansına? Meşə, çöl və savanna seyrək meşələr, col yarpaqlı həmişəyaşıl meşə kolluqlar olmayacaq. Tropik hava kütlələrinin təsirinə məruz qalmışdır. Hər biri tropik hava kütləsinin təsirinə məruz qalır. Avropa qitəsində yayılmışdır. Col yarpaqlı ilə meşə və kolluqlar Avropa qitəsində yayılıb. Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Cənub-Şərqi Asiya regionunda rast gəlinməyən təbii zonalar meşə, çöl və col yarpaqlı həmişəyaşıl və kolluqlardır. Kənd təsərrüfatı inkişafı üçün əlverişli aqroiqlim şəraitinə malikdir. Təbii ki, hər biri olmuş olacaq. 1 A, 2 B, 3 A, D, Y, 4 isə F olmuş olacaq. Daha sonra əziz abituriyentlər, növbəti sualımıza diqqət edirəm. Növbəti sualımız Türk dünyası ilə bağlı olan bir sualdır. Bunu da qeyd etmişdik ki, Türk dünyası ilə bir sualımız düşmüş olacaq. Ona mütləq şəkildə diqqət etməliyik. Baxıram ki, deyir Tataristan, Xakasiya və Kabarda-Balkarda əsasən sənaye tullantıları Volqa çayına çirkləndirmişdir. Təbii ki, Tataristan olmuş olacaq. Ərazisində yenidən fəallaşmış dağlar mövcuddur. Təbii ki, bu olmuş olacaq Xakasiya. Şimali Qafqaz regionunda yerləşmiş olacaq. Şimali Qafqaz regionunda Kabarda-Balkar yerləşəcək. Dağ turizminin inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Təbii ki, bu da Kabarda-Balkar olmuş olacaq. Dağlıq ərazidir. Növbəti hissəsinə baxırıq. Seysmik cəhətdən sabit ərazilərdə yerləşmiş olacaq. Bu da Tataristan olmuş olacaq. Bir də Y olacaq. Növbəti hissəmizə baxıram. Baxıram ki, cədvəldə verilmiş dağlara, əlamətlərə görə ölkələrlə bağlı doğru fikirləri istəyir bizdən. Baxıram ki, A ölkəsinin ümumdaxili məhsulu 5800, B ölkəsində 45.000-dir. A ölkəsində iqtisadi cəhətdən fəal əhali 55%-dir, B ölkəsində 85%, aşağı yaş qruplarının payı 38%-dir A-da, B-də 14%. Deməli, B ölkəsi inkişaf etmiş ölkədir, A ölkəsi isə inkişaf etməkdə olan ölkə olmuş olacaq. Ona görə baxaq, A ölkəsi deyir, demoqrafik keçidin ikinci mərhələsindədir. Bəli, olmuş olacaq burada. Daha sonra bu ölkəsi təbii artımın azaldılması üçün demoqrafi siyasət həyata keçirir. Xeyr, bu inkişaf etmiş ölkədə təbii artımı üçün demoqrafi siyasət aparır. Bu ölkəsində təbii artımın birinci tipi xarakterikdir. Bəli, bu ölkəsində təbii artımın birinci tipi xarakteri olacaq. A ölkəsində suburbanizasiya prosesi daha intensivdir. Yanlış fikirdir. Bu ölkəsində xidmət sahələri daha yaxşı təmin olunub. Bəli, 5-də doğru olmuş olacaq.
Sxema əsasən təzyiq sahəsinə aid doğru fikirləri bəyan edin. Baxıram ki, mərkəzdə alçaq təzyiqdir, kənarlarda yüksək təzyiqdir və bu siklon olmuş olacaq. Mərkəzində alçaq təzyiq sahəsi mövcuddur, bir doğrudur. Cənub yarımkürəsi üçün xarakterik deyil, cənub yarımkürəsi üçün xarakterik saat əqrəbinin hərəkət istiqamətində olmalıdır. Mərkəzində yüksək təzyiq sahəsi mövcuddur, yanlışdır, alçaqdır. Aydın bulutsuz hava şəraiti antisiklonda olar, siklonda olmaz. Tutqun bulutlu hava şəraiti formalaşıb 5-də doğrudur, 1-5 doğru olacaq. Dünyanın iri daş kömür ixracatçıları hansılardır? Təbii ki, car olmuş olacaq. Avstraliya və Rusiya dünyanın iri daş kömür ixracatçıları olmuş olacaq. Növbəti sualımıza diqqət edirəm. Xəritə sxemdə qeyd olunan ölkədir. Ölkəmiz Argentinadır. Qərb hissəsində əhalinin sıxlığı daha çoxdur, yanlış fikirdir. Şərq hissəsində çoxdur. Burada şəkər çuğunduru, pambıq, cutun əsas ixracçısı cut yanlış fikirdir. Məhsuldar qırmızı qara torpaq yayılıb, doğrudur. Tropik iqlim quşağında bərabər rütubətli iqlim yayılıb, doğrudur. Demoqrafik keçidin birinci mərhələsi yanlışdır. Çayların qidalanmasında yağış suları üstünlük təşkil edir, doğrudur. 3, 4, 6 doğru fikrimiz olacaq. Növbəti sualımıza baxırıq. Xəritə sxemasından A məntəqəsindən başlayan istiqamətdə uyğun gələn coğrafi obyektlər düzgün düzək. Deyir, birdən mil düzündən hərəm düzünə gedir. Doğrudur. 3-də vulkanik yayladan gəyən düzünə gedir. Yanlışdır. 3-də burada vulkanik yayla yoxdur. 2 Şirvan düzündən yan sisliyə gedir. Doğru fikirdir. C-də doğrudur. Gəncə-Qazax düzündən Oxtuçaya gedir. D. 1-ə baxıram. Ha, yox, yanlış fikirdir. Qusar maili düzənliyi Mazımçay. 2-dən Qusar maili düzənliyi yoxdur. A-da yanlışdır. 3 Kürəkçay şaxtası silsiləsi ola bilər. Bəli, həqiqətən də Kürəkçay şaxtası silsiləsi ola bilər. A, C, F doğru olmuş olacaq. 2005-ci ildə ümumi əhalinin sayı 8 milyon 300 min nəfər, kənd əhalisi isə 3 milyon 984 min nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini hesablayın. Urbanizasiya səviyyəsi nədir? Təbii ki, urbanizasiya səviyyəsi şəhər əhalisinin səviyyəsi deməkdir, əziz abituriyentlər. Baxırıq burada ümumi ölkənin əhalisinin sayı nə qədərdir? 8 milyon 300 min nəfərdir. 8 milyon 300 min nəfərdən mən çıxmalıyam nəyi? Kənd əhalisinin sayını, ya da ki 8 milyon ilə 100% götürək, kənd əhalisində x% götürək, sonra nədən çıxacağıq? 100%-dən çıxmış olacaq. X% götürmüş olacam. Mən burada 3 milyon 984 min nəfəri vuracam 100-ə, bölmüş olacam 8 milyon 300 min nəfərə. Bir dəqiqə, mən 3984 2-də 0 böləcəyik nəyə? Əziz abituriyentlər, 8 milyon 300 min nəfərə. 48% etmiş olacaq. Deməli bizim mən deyəsən nəyəsə yanlış hesabladım. 398 min. Həmin ölkədə urbanizasiya səviyyəsini hesablasaq, 48% etmiş olacaq. Buradan da 100-ü çıxacaq, 52%, bəli. Kənd əhalisi 48%, şəhər əhalisi isə 52% olmuş olacaq. Növbəti sualımıza diqqət edirik. Orta Araz vilayəti Kür çökəkliyi vilayəti Lənkəran vilayətidir. Baxıram sualımıza. Deyir ki, çayama gəlmə imkanı məhdud olsa da illik çay axımı böyükdür. Bəli, burada təbii ki, hansı olmuş olacaq? Kür çayı olmuş olacaq. Kür çökəkliyi vilayəti olmuş olacaq daha doğrusu. Nival landşaftlar yaranır. Livan landşaftlar harda yaranmış olacaq? Təbii ki, nival landşaftlar Orta Araz vilayətində yaranacaq. Ərazinin böyük hissəsində mülayim isti iqlim tipi hakimdir. Lənkəran vilayətindədir. Həm filiz, həm də qeyri-filiz ehtiyatlara malikdir. Orta Araz vilayətidir. Ərazisində həm meşə, həm də çöl landşaftının mühafizə edildiyi qoruqlar var. Bu da Kür çökəkliyi vilayəti olmuş olacaq. 1B, D, 2, A, Y, 3 isə C olmuş olacaq. B variantı bizim doğru fikrimiz olmuş olacaq. Növbəti sualımıza diqqət edirəm. Qışı quraq keçən mülayim isti iqlim bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipidir. Daha sonra burada bir də yay quraq keçən soyuq iqlim tipidir. Biz qeyd eləmişdik ki, yay quraq keçən soyuq iqlim tipi əsasən harda yayılıb? Təbii ki, Naxçıvan ərazisində yayılmışdır. Ona görə buna diqqətli baxaq. Elə bir dənə ona baxaq. Yay quraq keçən soyuq iqlim tipi Naxçıvan Muxtar Respublikasının orta dağlıq ərazilərinə yazsam 3-ə B variantını axtaraq tez bazar. Görürsünüzmü, mən buradan B-ni çıxdım, C-ni, Y-ni çıxdım. Sonra qışı quraq keçən mülayim isti iqlim və bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipi olmuş olacaq. Bunlar da təbii ki əzbər bilmək lazım idi ki, görək hansı ərazilərimizdə olacaq bunlar. Böyük Qafqazın cənub yamacının dağətəyi və alçaq dağlıq zonalarında olmuş olacaq. Təbii ki, qışı quraq keçən mülayim isti iqlim olar. Böyük Qafqazın şimal-şərq yamacının dağlıq və dağlıq əraziləri bu bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipi olmuş olacaq. Elə 1D, 2C, 3D B olmuş olacaq. Gəncə, Qarabağ, Şamaxı fiziki coğrafi rayonlarının oxşar
daha doğrusu rayonlarında qışın sonu, yazın əvvəli taxıl əkinlərinin yayılmasının əsas səbəbi nədir? Təbii ki, burada yazda taxıl əkirlərsə, deməli burada mütləq şəkildə qışda hava çox soyuq olur ki, quraq olur ki, ona görə burada əkə bilmirlər. Ona görə nə olmuş olacaq müəllimlər? Təbii ki, qışın soyuq və şaxtalı keçməsi olmuş olacaq. Ölkənin əhalisinin sayı 12 milyon nəfərdir. Bir ildən sonra isə 12,1 milyon nəfərə çatıb. Artımın 40 min nəfəri mexaniki artım hesabına olub. Orta illik təbii artım hesablayın. Hər 1000 nəfərə görə deyir hesablayın. Baxın 12 milyon nəfər olub, sonra 100 min nəfər olub, 12,1 min nəfər olub. Artım 40 min nəfər olubsa, mexaniki artım olubsa, yerdə 60 min nəfər təbii artım qalmış olacaq. 60 min nəfər bunun təbii artımıdır. 12 milyon nəfərə x götürəcək, yəni 12 milyon nəfərə 60 min nəfər götürəsiniz, hər 1000 nəfərə isə x nəfər götürmüş olacaqsınız. Buradan orta illik artımı tapmış olacaqsınız. 60 min nəfəri mən vuracam 1000 nəfərə, böləcəm nəyə? 12 milyona. O da eləyəcək 5 nəfər. Çayın mənsəbində deyir havanın temperaturu 1,8 dərəcədir. Mənsəbində isə mənsəbində isə 24,3 dərəcədir. Çayın uzunluğu 250 kilometrdir. Çayın dərəsində bərk suxurlar yağıb, çaya aid olan xüsusiyyəti müəyyən edin. Baxın 24,3 dərəcədən çıxacam 1,8 dərəcəni ki, görün burada aralarındakı dərəcə fərqimiz nə qədərdir? O da etmiş olacaq 22,5 dərəcə. 22,5 dərəcə bizim bunlar arasında, mənbə və mənsəb arasında temperatur fərqidir. Mən tez yenəcəm, həmin temperatur fərqini çevirəcəm metrə. X metrdə isə 22,5 dərəcədir. 22,5-i mən yenəcəm, vuracam 1000-ə. Böləcəm 6-ya, tapacam ki, burada 3750 metr hündürlük fərqi var. Yəni düşməsi 3750. Çayın uzunluğu 250 kilometrdir. Meyilliyin tapmaq üçün böləcəm 250-yə. Meyillik 15 olmuş olacaq. Deməli, mən burada nə edəcəm? Görəcəm ki, dağ çaydır. Burada meyillik daha yüksəkdir. Vahiddən böyükdür, düzdürmü? Hidrodir dərəsində meandrlar yayılıb, bir yanlış fikirdir. Dərəsində meandr yaranmaz. Hidroenerji ehtiyatlarına malikdir, bəli. Nəqliyyat imkanları genişdir, xeyr, dağ çayıdır. Mənbəyi böyük su hadisə silsilədə yerləşir. Bunu əslində deyə də bilərik, deməyə də bilmərik. Çünki böyük su hadisə silsiləsini tam olaraq mənbəyin hündürlüyünü verməyib. Tam konkret yazıb. Burada dağıcı fəaliyyət üstündür. Bəli, V şəkilli çay dərəsi üstündür. Çünki bura dağlıq bir çaydır. Dağ ərazisindən axan çaydır. Xəritə sxemdə işarələnmiş iqtisadi rayonların oxşar fərqli xüsusiyyətlərini müəyyən edək. Quba Xaçmaz iqtisadi rayon Şəki-Zaqatala və Naxçıvandır. Ərazilərində deyir alt paleozoy yaşlı vulkanegen çökmə suxur yayılıb. Bu yanlışdır. Bu Quba Xaçmaz və Şəki-Zaqatalada yoxdur oxşar xüsusiyyəti. Neft, təbii qazı faydalı qazıntılardır. Naxçıvanda yoxdur, yanlışdır. Oxşar ola bilməz. Suvarma şərtində əkinçilik inkişaf edib. Doğrudur. Yay otlaqlarında heyvandarlığın inkişafı üçün imkanlar mövcuddur. Bu da yanlış fikirdir. Bu yay otlaqları oxşar xüsusiyyətdir. Ərazilərində buzlaq və qar ərinti suları ilə qidalanan çay keçir. Yağıntıları bərabər paylanan mülayim isti iqlim mövcud olmuş olacaq. Bu da yanlış fikir olmuş olacaq. Burada doğru cavabımız deməli əziz müəllimlər, əslində belə doğru fikrimiz budur. Bir oxşar xüsusiyyətidir bunların. Hər birində mövcuddur hündür dağlıqdan başlayan. Amma yağıntıları bərabər paylanan mülayim isti iqlim isə fərqli xüsusiyyətdir. Çünki Naxçıvanda mülayim isti iqlim yoxdur. Xəritə sxemdə rəqəmlərlə göstərilən ölkələri müəyyən edirik. 1 Almaniya, 2 Fransa, 6 Meksika, 4 Braziliya, 3 Türkiyə, 5 isə hara olmuş olacaq? Avstraliya ölkəsi olmuş olacaq. Baxaq indi burada görək nələr yayılıb. Deyir ki, 1-3-5 təsərrüfatda hasilat sənayesinin payı üstündür. Bu yanlış fikir olmuş olacaq. Almaniyada hasilat deyil. 3-4-6 yalançı urbanizasiyadır. Bəli, inkişaf etməkdə olan ölkələrdə 3-4-6 yalançı urbanizasiya olmuş olacaq. 2-4-6 əhalisi Hind-Avropa dil ailəsinin eyni dil qrupuna malikdir. Doğru fikirdir. Bu da Braziliyadır, Meksikadır və Fransadır. 2-4-5 köçürmə kapitalist ölkələr olmaqla xeyr, köçürmə kapitalist ölkəsi deyil Fransa. 1-5-6 inzibati ərazi quruluşuna görə federativdir. Bəli, Avstraliya və Almaniya, Meksika. 1-3-5 xarici iqtisadi ilə
Burada Avstraliya belə deyək də dənizlərlə, okeanlarla əhatələndiyinə görə boru kəmər olmaz. 2, 3, 5 doğru fikrimiz olacaq. Növbəti sualımıza diqqət edirik. Növbəti sualımız AB xətti üzrə relyef profilidir. Baxıram ki, burada AB xətti üzrə burada bir yol keçir, çay keçir. Burada baxıram ki, B-dən A-ya doğru hündürlük artıb. Burada 140 metrdir, burada 150 metrdir. 1, 2, 3, 4. 140-dan 150, 150-dən 140-a çıxacam. 10 metr böləcəm 4-ə. Kəsmə yüksəkliyimiz 2,5 metrdir. 152,5, 155 metr, 157,5, 160. A nöqtəmiz 160 metrdən yüksəkdir. B nöqtəmiz isə təqribən 130 ilə 127,5-in arasında olmalıdır. İndi baxaq görək həmin hissələrimiz variantlarda da. Burada C-ni çıxacam tez. Burada baxıram ki, bu B nöqtəmizə doğru hündürlük azalır və burada bir dənə də çayın içərisindən keçdiyi üçün daha çox bir çökəkliyə düşmüş olacaq. Elə A variantımız doğru olmuş olacaq. Növbəti sualımıza diqqət edirəm. Doğru olmayan ifadələri müəyyən edin. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik vilayəti yeni təbii vilayətin daxilində yerləşir. Bir doğrudur. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilər, fils faydalı qazıntılar geniş yayılıb. Yanlış fikirdir. Hər birində geniş deyil. Orta Araz əyilmə zonasında qara metal xammalı yoxdur. Yanlış fikirdir. Kürd arası çökəkli arid denudasyon relyef formasına rast gəlinir. 4 doğrudur. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesləri aktiv şəkildə özünü göstərir. Doğrudur. 2, 3. Burada yanlış ifadələr olmuş olacaq. Növbəti sualımıza diqqət edirik. Qoruqlar burada daha sonra yerləşdiyi inzibati rayon, yerləşdiyi fiziki coğrafi rayonları müəyyən etmiş olacağıq. Baxıram deyir ki, Göygöl Gəncədə Göygöl inzibati rayonunda yerləşir. Gəncə fiziki coğrafi Qarmaq Varişan bir doğrudur. Türyançay deyir Ağdaşda yerləşir. Ceyrançöl, Acınohur, Ardıç və Saqqız ağacları qorunmuş olacaq. Bəli, 2 də doğru olmuş olacaq. Qızılağac İmişlidə yerləşir. Yanlış fikirdir. Şirvan Şamaxıda yerləşir. Küdür Şirvan fiziki coğrafi rayonuna düşür. Ceyranlar qorunmuş olacaq. Bu da təbii ki, yanlış fikir olmuş olacaq əziz abituriyentlər. Qaragöl Zəngilanda vulkanik yaylıqda göl kompleksi qorunur. Yanlış fikirdir. Amma Ağgöl, Ağcabədi, Küraraz su quşları qorunur. 1, 2, 6 doğru olmuş olacaq. Horizontal əsasən dağın dik yamacını. Baxın, dağın dik yamacı onun bir-birinə yaxın yerləşən hissələridir. Cənub qərb hissəsidir. Təbii ki, burada kəsmə yüksəkliyi 1, 2, 3, 370-dən 340-ı çıxacaq. Toplu sualdır. Qalacaq nə qədər? 30 metr. 30 da böləcək nəyə? 1, 2, 3-ə, 3-ə 10 metr etmiş olacaq. Cənub-qərb 10 metr olacaq. Xüsusiyyətləri müəyyən edin. Dəmi əkinçiliyi üstünlük təşkil edir. Harda? Təbii ki, deməli, mərkəzi düzənliklərdə 1A, suvarmada əsasən yay mövsümündə istifadə olunur. Cənubi Avropa, Coğrafiyaklı belə deyək, Aralıq dəniz iqlim tipi hakimdir. Təbii şəraitdə əkinçilik üçün əlverişsizdir. Bir də bura Çukot yarımadasının, Alyaska yarımadasını götürə bilərik. 1A, 2B, 3C'yi olacaq. Exolotdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyinə gedib qayma müddəti 3,6 saniyədir. 3,6-nı vuracam 1500-ə. Yox, niyə? Çünki gedib qayıtma deyirdi. 3,6-nı böləcəm 2-yə. Eləyəcək nə qədər? 1,8. 1,8-i vuracam 1500-ə. Etmiş olacaq nə qədər? 2700 metr. 2700 metr bunun dərinliyi olmuş olacaq. Daha sonra isə ikinci çökəklik isə 5,2 saniyə olmuş olacaq əziz abituriyentlər. 5,2 saniyədirsə 5,2-ni böləcəm 2-yə, vuracam 1500-ə. O da etmiş olacaq. Görək nə qədər eləyir. Mən də tələsdiyimə görə nə edirəm? Bölürəm 2-yə. Vuracam 1500-ə. Eləyəcək 3900 metr. 3900 metrdən də çıxmış olacam 2700 metr, eləyəcək 1200 metr olmuş olacaq. Səhv etmirəmsə, düzdür? Hə. Sonra gölləri burada mənşəyi, daha sonra onların yerləşdiyi əraziləri vermişdir. Onlara gəlin diqqət eləyək, görək hansılar olmuş olacaq. Bir doğrudur, daha doğrusu bir doğru deyil. Şahdağ silsiləsində yerləşmir, bir Murovdağ silsiləsində yerləşmiş olacaq. Daha sonra burada biri götürəcəyik. Axmaz Sarısu Muğan düzündə yox, Mil düzündə yerləşir. Vulkanik Qaragöl, vulkanik yerlə bu doğrudur. Buzlaq Acınohur, yansızla. Buzlaq Acınohurda Acınohur buzlaq deyil. Uçqun Maralgöl Murovdağ doğrudur. Relikt Masazır Abşeron doğrudur. 1, 2, 4 doğru olmuş olacaq. Növbəti sualımıza diqqət edirik. Əziz abituriyentlər, doğru ifadələri müəyyən edin. İslandiya, Yapon adaları tavalarının divergent sərhədində yerləşir. Yanlışdır. Yaponiya konvergentdir. Filippin sahillərinin yalnız bir okean suları yuyur. Bəli, bir okean suları yumuş olacaq. Doğru fikirdir.
Kalaharidə qum düyünləri geniş yayılıb. Bu da doğru fikirdir, səhradır. Alp dağlarının Qrinviç meridianı kəsmir, yanlışdır. Atlas dağları Alp Himalay geosinklinal qurşağında yerləşir, doğrudur. Biz demişdik ki, Makdonel və Hammers dağları Baykaldan da əvvəl dağ əmələ gəlmə mərhələsinə aiddir. Ona görə bunlar qədim dağlar hesab olunur. Qırışıq faylı deyil, yanlış fikirdir. 2, 3, 5 doğru olmuş olacaq. Növbəti sualımıza diqqət edirik. Növbəti sualımızda baxıram ki, yerləşdiyi coğrafi enlikdir. Minimum düşmə bucaqlarını istəyir bizdən. Mən 90 çıxılsın 60, çıxılsın 23.5 təklində yazmış olacağım. Minimum düşmə bucaqlarını istədiyinə görə burada cavabımız nə olacaq? 60 dərəcə olmayacaq. Yanlış fikirdir. 26 cənub enliyidir. 90 çıxılsın 26, çıxılsın 23,5 dərəcə. Bu da görək nədir? Bu doğru olmuş olacaq təbii ki. 34 şimal enliyi yenə də 90 çıxılsın 34, çıxılsın 23,5, 80 olmaz, yanlışdır. 45 şimal enliyi 90 çıxılsın 45, çıxılsın 48,5 şəklində yazılacaq. 48,5 yanlışdır. Amma 5 doğru olacaq. 90 çıxılsın 38, çıxılsın 23,5, 28,5 eləyəcək. 90 çıxılsın 31, 35,5 bu da doğru olmuş olacaq. 2, 5, 6 doğru olmuş olacaq. Növbəti sualımıza diqqət edirik. Növbəti sualımızda baxıram. Sxote-Alin dağları hansı dağ əmələ gəlmə mərhələsinə aiddir? Təbii ki, Kimmeri dağ əmələ gəlmə mərhələsinə aiddir. Krım dağları Alp dağ əmələ gəlmə mərhələsinə aiddir. Skandinaviya isə Kaledon və belə deyək də Hertsin dağ əmələ gəlmə mərhələsinə aid olmuş olacaq. Situasiya suallarımıza baxırıq. Çox qəşəng, rahat suallardan biridir. Tez baxaq situasiya suallarımıza. Deyir, ovalıqda yerləşən A məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə cənub enliyinə günorta vaxtı günəş şüalarının düşmə bucağı 73,5 dərəcədir. Mən burada bilirəm ki, 40 cənub enliyinə 73,5 ilə düşürsə, günəş 23,5 dərəcə cənub enliyində zenitdədir. A məntəqəsində isə günəş şüaları 6,5 dərəcə bucaqla düşürsə, deməli bu şimal yarımkürəsində yerləşən bir məntəqədir. A məntəqəsinin deyir yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidir. Yəni nə qədər böləcəm 4-ə 20 dərəcə. 20 dərəcə hardadır bizdən? Şərqdədir. Yəni 70 dərəcə şərq uzunluğundadır. Bunu da yazaq bura. Daha sonra məntəqənin aid olduğu ölkə həm platforma, həm də geosinklinal ərazilər mövcuddur. Daha sonra bu ölkə bol sulu çaylar və şirin sulu göllərlə zəngindir. Onun inzibati ərazi quruluşu Avstraliyada eynidir, federativdir. Ölkənin ərazisində həm əsas, həm də keçid iqlim qurşaqları yayılmışdır. Bu ölkə müxtəlif geoloji eralarda yer almış dağlara rast gəlir. Ölkədə onun ərazisinin böyük hissəsinin aid olduğu qitənin ən ucqar şimal və şərq nöqtələri yerləşir. Bu Rusiya ölkəsindən bəhs olunur. Əziz abituriyentlər, baxın 6,5 dərəcə bucaqla düşürsə, 6,5 dərəcə bərabər 90 çıxılsın. Məntəqəmizin zenit enliyi bilmirik. X çıxılsın 23,5 şəklində yazmış olacağım. 66,5-dən də 66,5-dən də 6,5 çıxanda 60 şimal enliyi olmuş olacaq məntəqəmiz. Yerləşdiyi ölkə və ona aid olan xüsusiyyətlər deyin, müəyyən edib cədvələ yerləşdirin. A ölkəmiz təbii ki, Rusiya ölkəsidir. Rusiyamız ona aid olan xüsusiyyətlər desəm federativ ölkədir. Daha sonra başqa ona xüsusiyyətlər deyə bilərəm mən. O cədvələ aiddir. İndi bilmirəm cədvəldə nə formadadır. A məntəqəsinin yerləşdiyi ölkəni, onun ərazisində yerləşən yarımadalar və mezozoy yaşlı dağları müəyyən edin. A ölkəsi Rusiya ölkəsidir. Yerləşən yarımadalar məsələn Çukot yarımadası deyə bilərəm və mezozoy yaşlı dağlar isə Sxote-Alin dağları deyə bilərəm. A məntəqəsi onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edib cədvələ yazın. A məntəqəmiz 60 şimal enliyi, 70 dərəcə şərq uzunluğudur və onun yerləşdiyi ölkə Rusiya ölkəsidir. Həmin ölkə soyuq ərazilərdir. Burada qütb gecə və gündüzləri müşahidə olunur. Fəsillərin aydın növbələşməsi pozulur. Gecə və gündüzün növbələşməsi pozulmuş olacaq. Sağ olun əziz abituriyentlər. Hər birinizə uğurlar arzu edirəm. Nə suallar demişdimsə hamısı da gəldi, düşdü. Çox sadə və rahat imtahan oldu.